Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nehmeduhu ve nesta'inuhu ve nestağfiruh. Ve netevekkalu aleyh ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih. Hafız sirrih. Mübelliğ risalatih. Beşiri rahmetih. Nazir nikmetih. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. Esselamu Aleyküm cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz dəyərli müminləri, müminələri, inanclı bazı qardaşları mübarək cümə günü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə qəbul eləsin. İnşallah bizi salamatlıqdan mübarək Ramazan ayına çatdırsın. İnşallah salavat yad edin. Allah Teala Qur'an-ı Kərimdə təqribən 20 müxtəlif ayədə özü ilə birlikdə Peyğəmbərə itaət eləməyi vacib eləyir. Müxtəlif ayələrdə. Həm özünə itaət eləməyi, həm də özünün kənarında Peyğəmbərə də itaət eləməyi vacib buyurur. Və bəzi ayədə təkcə Peyğəmbəri gətirir. Peyğəmbərə itaət eləməyə gətirir. Bu zahiri görünüşdə nə cür çıxır? Zahiri görünüşdə yəni itaət həm Allaha olur, həm Peyğəmbərə olur. İtaət məhz Allaha olmalı deyilmi? Amma Allah Teala bu ayədə Peyğəmbəri öz kənarında gətirir. Belə başa düşürük ki, Peyğəmbərə olan itaət eyni ilə Allaha olan itaətdir. Bu tərəfdən də Əhl-i Beyt faktoru var. Əhl-i Beytə olan itaət də Peyğəmbərə olan itaətdir, Peyğəmbərə olan itaət Allaha olan itaətdir. Niyə Əhl-i Beyt bunların gözünü dəlir, onu başa düşə bilmir. Əhl-i Beytə yetişəndə şirk olub, ancaq Allah Quran-ı Kərimin ayəsinə baxanda görürük ki, Allah Teala birlikdə gətirir, Peyğəmbərin kənarında gətirir özünü. Və özünə itaətdə Peyğəmbəri də şərik eləyir. Onda ələuzbillah Allah şərik mi qoşur özünü? Yox. Biraz dərin düşünmək lazımdır Quranın ayələri üzərində. Quran ayələri üzərində biraz dərindən düşünsək, baxırıq ki, bu itaətin dərinliyində Allaha olan itaət dayanır. Məhəmməd surəsinin 33-cü ayəsinə diqqət eləyək, salavat inayət eləyin. Buyurur, Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər, möminlərə deyir. Əti'ullah və əti'ur rəsul وَلَا تُبْتِلُوا أَعْمَالَكُمْ. İki dənə itaətdir. İtaət elə Allaha, itaət elə Rəsula, Peyğəmbərə. وَلَا تُبْتِلُوا أَعْمَالَكُمْ. Əməllərinizi batilə çıxartmayın. Bu əməlinizi batil eləməyin nədir burada? Yəni deyir ki, Allaha və onun Peyğəmbərinə itaətsizliklə əməllərinizi xarab eləməyin. İlahi, mən sənə itaət eləyirəm, Peyğəmbərinə itaət eləmirəm, deyir, əməlim batildir. Olmaz.
Allah Teala Quran-ı Kerimdə buyurur, deyir, bu itaətdən çıxmağın nəticəsi əməli batil eləyir. Nə cür olur? Allah sən yaxşısan, Peyğəmbərindən işim yoxdur. Sənin sözünü qəbul edirəm, Peyğəmbərin sözü mənim üçün höccət deyil. Allah deyir, xeyr, bu belə deyil. Müxtəlif ayələrdə, başqa ayəyə baxsaq, Nisa surəsinin 69-cu ayəsində və mən yuti'allah və rasul fəulaikə ma'allazina an'amallahu aleyhim minəl-nəbiyyin və-siddiqin və-şühəda və-salihin və hasunə ulaikə rəfiqa. Quran ayəsidir. Allah və onun Peyğəmbərinə itaət edənlər, Allahın nemət verdiyi kəslərlə, onlar kimdir? Peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və salih olan insanlarla birlikdədirlər. Onlar gözəl dostlardır. İtaətdən danışır Allah Teala. Ya eyyuhəllezine amenu ati'ullah və ati'ur rasul. Ey iman gətirənlər, Allah və onun Rasuluna itaət edin. Və Nur surəsinin 56-cı ayəsində maraqlıdır. Buyurur, və ati'ur rasul. İtaət elə Rəsuldan, Peyğəmbərdən itaət elə. Biz Peyğəmbərdən itaət eləmək Allaha itaətlə bərabərdir, eyni formadadır. O itaətdən çıxmaq haramdır və yasaqdır. Çoxdur ayələr, oxumuram bunları, bunlardan insiraf edirəm. İkinci mərhələ sözümüz buradadır ki, hər kəs bu itaətdən boyun qaçırsa, nə baş verər? Və mən ya'sillah və rasuləh fəqəd zəllə zəlalən mubinə. Əhzab surəsinin 36-cı ayəsində. Buyurur ki, deyir, hər kim Allah və onun rəsuluna itaətsizlik etsə, Allah və onun rəsuluna itaətdən boyun qaçırtsa, şübhəsiz ki, açıq-aşkar bir azğınlığa düşmüşdür. Hər kəs boyun qaçırsa, demək azğınlıqdadır. Bəs biz boyun qaçırda bilmərik. Nə Allahın, nə Peyğəmbərin itaətindən. İtaət nədə olur? Peyğəmbərin sözlərindən gərək biz itaət eləyək. Peyğəmbərin əməlindən itaət eləyək. Necə ki, Allahın sözündən itaət eləyirik Quranda. Allah Quranda buyurur, biz itaət eləyirik. Peyğəmbər də buyurur, gərək itaət eləyək. Allah Teala Nəcm surəsində buyurur, və mə yəntiqu anil həvə in huvə illa vəhyün yuhə. Peyğəmbər özündən bir şey danışmaz. Nə danışırsa biz ona vəhiy eləyirik. Peyğəmbər öz yanına bir şey danışmaz. Bura qədər aydındır ki, Peyğəmbərin hədisləri bizim üçün nədir? Vacib və qanundur. Bura qədər aydın, bir nə salavat yad edin. Allahümmə salli alə. İndi gəlirəm Peyğəmbərin bir dənə kəlməsini, bir dənə hədisinin üstünə manevr eləyəcəyik və nəticə alacağım. İstəyirəm söhbətimizi əvvəlini, ortasını, axırını tutaq və nəticədən bu xütbəmizi yekunlaşdıraq. Bura qədər aydındır ki, mən itaət eləməliyəm Allahdan və Peyğəmbərdən. Bu bir. 2. İtaət etməsəm zəlalətdəyəm. 3. Peyğəmbərin bütün danışdıqları Allahın vəhyidir. Peyğəmbər özündən heç nə danışmaz. Bura qədər aydın. Gəlirik bir dənə hədis üzərinə. Bir dənə məruf və məşhur hədisi var. Hədisin adı nədir? Səqələyn hədisi. Səqəl, ərəb dilində səqəl ağırlığa deyirlər. Səqələyn iki ağır, iki ağırlıq mənasındadır. Hədisin adı iki ağırlıq hədisidir. Bu hədis nədir? Bu hədis həm sünni qaynaqlarında, həm şiə qaynaqlarında qeyd olunubdur. Və cürbəcür şəkillərdə, amma mətnin məzmunu birdir.
sözün canı birdir. Biraz ədəbiyyatında, girişində fərq var. Amma sözün canı birdir. İki ağırlıq nədən gedir söhbət? Bu həm Əhl-i Sünnə kitablarında qeyd olur, Səhih Müslimdə qeyd olur, Səhih Buxarıda qeyd olur, həm də bizim qaynaqlarımızda Peyğəmbərin bu kəlamı qeyd olur. Həzrət Peyğəmbər Səqələyn hədisini bir dəfə nəql eləməyib. Bu hədisi ən mühüm zamanda insanların ən qlobal ortamında bu hədisi neçə dəfə Peyğəmbər nəql edib. Və bu hədisi kitman ediblər. Peyğəmbərin bu hədisini yazıblar. Peyğəmbər bu hədisi Ərəfə günü hacılar Ərəfatda olanda nəql edib. Peyğəmbər bu hədisi Minada Xif məscidində nəql edib. Peyğəmbər bu hədisi Zilhiccə ayının 18-də nəql edib. Peyğəmbər sallallahu bu hədisi son həccində nəql edib. Peyğəmbər sallallahu bu hədisi Qədirxumda nəql edib. Peyğəmbər sallallahu bu hədisi ömrünün son günlərinə yaxın da Səfər ayında da nəql edib. Bəs demək Peyğəmbər bir dəfə yox, dəfələrlə saydığım o zamanlar müsəlman kütləsinin ən çox yığıldığı zamanlar idi. Peyğəmbər bu zamanlarda bu hədisi oxuyub. Danmaq olar Peyğəmbərin bu hədisini. İtaət etməliyik bu hədisdən. Əgər bu hədisdən itaət eləməsək, Quranın ayələrinin əleyhinə qalxmışıq. Quranda Allah nə buyurur? Buyurur ki, ondan itaət Allahdan itaətdir. Peyğəmbərdən itaət etməsən, sanki Allahdan itaət eləməyibsən. Və o biri ayədə də oxudum, hər kəs Allah və onun Peyğəmbərinə itaət eləməsə, o açıq, aşkar zəlalətə düşür. Zəlalətə düşənin cənnətdə nə işi var? Nə işi var cənnətdə onun? Yaxşı, bu qədər danışdıq, gəlin bir baxağın, görəğin, bu iki ağırlıq hədisində Peyğəmbər nədən danışır? Nəyə sifariş eləyir ki, bu hədisi doluyurlar, böğrünü düzəldirlər, axırını düzəldirlər, amma harasını dolasalar, hədisin canı eynidir, mətn eynidir. Hədisdə nə deyir? İnni qad tərəktu fikumuz thaqalayn. Ma in təməssəktum bihima lən təzillu ba'di əhaduhuma əkbəru minəl axir. Kitabullah hablun məmdud minəs-səma iləl ərd və itrəti əhli beyti əla inhuma lən yəftəriqa həttə yəridə aleyyəl havz. O hədis iki ağır əmanətdən danışır. Deyib, biri o birisindən başdır, yuxarıdır. Amma hər ikisi tərəzinin bir gözüdür. Bunların ikisi də bir-birindən ayrılmayacaq. Ta Kövsərdə mənə çatana qədər, ta cənnətdə ikisi də mənə yetişənə qədər bir-birindən ayrılmayacaq. İki ağır əmanət qoyuram aranızda, onlardan möhkəm yapışın ki, zəlalətə düşməyəsiniz. O iki ağır əmanət nədir? Biri, Allahın nurla dolu ayələri, kitabı Qurandır. Digəri mənim itrətim və əhl-i beytimdir. Mənim əhl-i beytimdən möhkəm yapışasınız. Və Qurandan möhkəm yapışasınız. Bunların birini buraxsaz, hovuzda məndən bir yerdə deyilsiniz. Peyğəmbər sifariş əmr eləyir ki, mənim əhl-i beytimdən Quranla birlikdə möhkəm yapışasınız. Mənim sözüm yox, Peyğəmbərin sözüdür. Gərək itaət eləyəsin. Olar sən deyəsən, mən Peyğəmbər səndən itaət eləyirəm, sənin əhl-i beytindən itaət eləmirəm.
Peyğəmbərin sözündən itaət eləməmək, həqiqətdə Allaha itaət eləməmək. Bunlar nə cür düşünür? Bu hədisi nə cür təfsir eləyirlər? Mən bilmirəm. Mən bilmirəm bu hədisi nə cür təfsir eləyirlər. Biri soruşdu, ya Rasulallah, bu itrətin kimdir? İndi orada dolaşıq var. İtrət, əhl-i beyt, deyilir, Peyğəmbərin xanımlarıdır. Biri soruşdu, aşkar dedi, Peyğəmbər, bu itrət kimdir? Peyğəmbərdən sual elədi. Dedi ki, bu sənin itrətin, sənin xanımlarındır. Peyğəmbər dedi, xeyr. Hətta tozih verdi, dedi, xanımlar başqa evdən gəliblər. Onlar bir gün təlaq alarlar, gedərlər ata evinə. Onlar itrət deyil. Dedi, itrətim onlar deyil. İtrətim mənə ən sıx olanlardır. Və axırda bir dənə qeyd var, hədisin hamısını oxumuram ki, vaxtımız çox getməsin. Buyurur ki, əlləzinə, indi itrətində bir qeyd gətirir. Deyir, mənim itrətim o kəslərdir ki, hurimus sədəqə bə'dəh, hurimus sədəqə bə'dəhu. Deyir, mənim itrətim o kəslərdir ki, Peyğəmbərdən sonra sədəqə almaq onlara haramdır. Onlar mənim itrətimdir. Peyğəmbərdən sonra bilirsiniz, seyyidlər Peyğəmbərin nəslidir. Seyyidlərə sədəqə haramdır. Peyğəmbərin itrəti hesab olurlar. Peyğəmbər itrəti sədəqə almaz. Bir də görürsən, bəzi vaxt seyyid gəlir, mən seyyidəm, dilənir. Sədəqə haramdır. Seyyid sədəqə almaz. Peyğəmbər buyurur, mənim əsli itrətim o kəslərdir ki, onlar məndən sonra onlar sədəqə almazdır. Onlar mənim itrətimdirlər. İndi bundan mühüm, bura qədər də aydın oldu. Üçüncü hissə. Birinci hissə Allaha itaət, Peyğəmbərə itaət. İkinci hissə Peyğəmbərin Səqələyn hədisi. Üçüncü hissə budur ki, Səqələyndə qeyd olunan əhl-i beyt kimdir? Bu Səhih Müslimdə də bu hədis qeyd olunur. Başı biraz fərqlidir, amma ortası eynidir. Uzakkirukumullah fi əhl-i beyti. Uzakkirukumullah fi əhl-i beyti. Uzakkirukumullah fi əhl-i beyti. 3 dənə deyir. Bunlar daha şiddətli deyir bunların hədisində. 3 dənə əhl-i beytdə qeyd gətirir. Qeyd nədir? Deyir, mənim əhl-i beytim tövsiyə edirəm ki, mənim əhl-i beytimi unutmayın. Tövsiyə edirəm ki, mənim əhl-i beytimi unutmayın. Tövsiyə edirəm ki, mənim əhl-i beytimi unutmayın. Bu bizdə belə deyil. Bizdə deyir, onlardan tutun və ayrılmayın. Hovuza qədər onlar məndən bahəmdir. Burada nə deyir bunlarda? Hədisdə deyir ki, tövsiyə edirəm, əhl-i beytimi unutmayın. Unutma, yəni nə? Yad elə də. Yəni, İmam Zaman əleyhissalamı övladını qeyd elədik. Peyğəmbərin tövsiyəsində deyir, unutma. Ay kişi, mən öz yanımdan bayram mı qeyd eləyirəm, şəhadət mi qeyd edirəm? Sonra da komentar yazırsan, utanmaz. Nə cür sünnüsən, nə sən utanmaz komentar yazırsan ki, Peyğəmbər belə bir şey eləməyib. Peyğəmbər eləməyib, ay kişi, tövsiyə eləyib. Özünüz yazıbsınız hədisdə. Peyğəmbər tövsiyə eləyib ki, əhl-i beytimi unutma. Ay kişi, mən də dədəmə yaş keçirməmişəm ki, Peyğəmbərin tövsiyəsinə əməl eləmişəm, itrətini unutmamışam da, İmam zamanını yad eləmişəm. Belə bir mövlud yoxdur dində. Nə cür yoxdur? Peyğəmbər buyurur ki, itrətimi unutma. Mövlud nədir? Yad eləmək da, zikirdir. Mövlud, İmam zamanı zikir eləməkdir, yad eləməkdir. Əmirəl-möminin yad eləməkdir. Və sizin azarınız başqadır. Bu deyil. Biz öz yanımızdan heç vaxt bir iş görməmişik. Alnınızı açıq tutun. Bizim alnımız açıqdır. Vallah bizim alnımız açıqdır. Biz öz yanımızdan bir şey eləmərik. Hamısı Peyğəmbərin sifarişi və əhl-i beytin buyurduğudur. Biz öz yanımızdan bir şey eləmirik. Heç bir məclis bizim öz yanımızdan deyil. Bunlar hamısı bizə sifariş olunur. Yad eləyin. Biz İmam Zaman əleyhissalamın mövludunu yad eləyirik Peyğəmbərin tövsiyəsinə görə. Sırf Peyğəmbərin tövsiyəsinə görə. Peyğəmbərimiz buyurur, itrətim kimdir? İtrətinin haqqında buyurur. Bu hədisi də oxuyuram, sözümü yekunlaşdıracağım. Salavat yadilə Muhammed və ali Muhammed. Hədisdə Peyğəmbər hətta adlarını sayır. Deyir ki, məndən sonra 12 xəlifədir,
onların hamısı Qureyşdəndir. Birincisinin adı Əlidir, sonuncusunun adı Məhdidir. Peyğəmbərin hədisidir. Deyir, o zuhur eləyər Həzrəti İsa ilə birlikdə. Yeryüzü zülmlə dolduğu zaman yeryüzünü ədalətlə bürüyər. İmam Zaman əleyhissalamın adını gətirir hədisdə. Hədis İbn Abbasdan nəql olur. Peyğəmbərimiz bu hədisdə imamların adını qeyd eləyir və digər hədisdə işarələr var. Deyir, İsna Aşər, 12 imam. La yazalu əmrun nas madiyam ma veliyahum İsna Aşərə rəculan. On iki kişidən danışır. 12 kişidən danışır. Hətta 12 də bizim özümüzdən deyil. Peyğəmbərin hədisidir. Bəs demək bizim bütün məclislərimiz Peyğəmbərimizin tövsiyəsinə uyğundur. Həmd edirəm Allaha ki, Peyğəmbərin buyurduğu hədisə əməl edirəm. Allahın kitabı və mənim itrətim əhl-i beytim. Bunlardan möhkəm tutun. Bunların məbada birini buraxasan. Birini buraxsan, Kövsər hovuzuna çata bilməyəsən. Allah namazını qəbul eləsin, ibadətini qəbul eləsin, amma Kövsər hovuzuna çata bilməyəsən. İkisini birlikdə tutmaq lazımdır. Bu da Peyğəmbərimizin hədisidir. Bayramınız bir daha mübarək olsun. Allah hacətlərinizi qəbul eləsin. Bu zikirdə ehsandır, bəzəhdir, fişəngdir, şeirdir, xütbədir, ilahidir. Bunlar məclisi zinət verir, hamısı bir yere yığışır. Bu zikri gözəlləşdirir. Bu zikrin gözəlləşməsində kimin nə zəhməti var, Allah ali dərəcədə qəbul eləsin inşallah. Allah malınızı, mülkünüzü bərəkət eləsin. Allah hacətlərinizi qəbul eləsin. Salavat ya Nəbi Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lefi khusr illa lezine amenu ve amilus salihat ve tevasav bil haqq ve tevasav bis sabr.